Bir vaxtlar Bakının mərkəzində insanların istirahət və kino zövqü ilə dolu anlarını yaşadığı Dostluq kinoteatrı indi səssiz-sədasız dayanıb. 1952-ci ildə memar Məmməd Əliyevin layihəsi əsasında inşa edilən bu bina uzun illər paytaxt sakinlərinin sevimli məkan olub. Amma zaman öz sözünü deyib. Divarlarında dərin çatılar, sütunlarında əyilmələr yaranıb. Fövqəladə Hallar Nazirliyinin rəyinə görə Dostluq artıq bərpaya yararsız, qəzalı vəziyyətdədir. Hazırda binanın ətrafı hasara alınıb, amma onun taliyi hələ də qeyri-müəyyəndir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bildirir ki, nə söküntü, nə də tikinti ilə bağlı onlara hər hansı rəsmi müraciət daxil olmayıb. Bir vaxtlar gülüş səslərinin, kino musiqilərinin əks-səda verdiyi zal indi sadəcə xatirələrin səssiz şahididir.